Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə iftar süfrəsi üçün bol vitaminli, dadlı, ləzzətli salat hazırladım. Əmin olun, hamı çox bəyənəcək, çox ləzzətlidir. Başlayaq hazırlamağa. Salatı hazırlamaq üçün lazım olan ərzaqları dəzgahın üzərinə yığmışam. 2 ədəd köd, 2 ədəd çondur, 2 ədəd alma, yarım limon və 2 diş sarımsaq, eləcə də nardan istifadə etdim. Əvvəlcə ərzaqları yaxşıca yuyuram, qabığını soyuram. Daha sonra isə rəndədən keçirirəm. Ərzaqları rəndədən keçirən zaman uzunsov formada alınsın deyə çalışın ki, bir istiqamətdə keçirin. Qeyd edim ki, kök də, çuğundur da çiy halda olmalıdır. İki diş sarımsağı da sonda rəndədən keçirirəm. Ərzaqların üzərinə narı, eləcə də yarım limonun suyunu tökürəm. Zövqə görə biraz duz, qara istiot və zeytun yağı əlavə edib yaxşıca qarışdırıram. Zeytun yağını qarğıdalı yağı ilə də əvəz edə bilərsiniz. Salatı qarışdırdıqdan sonra kənarda 1 saat gözlədirəm ki, bütün ərzaqların dadı, ləzzəti bir-birinə qarışsın. Bir saat keçdikdən sonra yenidən qarışdırıram. Daha sonra isə boşqaba tökürəm. Əziz xanımlar, artıq mənim salatım hazırdır. Süfrəyə verən zaman üzərini zövqə görə bəzəyə bilərsiniz. Əgər siz də mənim salatımı, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.